Herkese tanışsa kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Videoyu keçməmişdən və kanalda üstə olmaq üçün. Həmçinin zəhməti dəyərləndirmək üçün kanala abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında alış-satış siqnalları, paylaşımlar, xəbərlər, həm kriptovalyutalar, həm səhmlər haqqında deməli sizlərə məsləhətlər verə bilirəm. Müzakirə qrupunda müzakirə edə bilirik, investisiya məsləhəti ala bilirsiniz və yaxud hər hansısa səhmlə müzakirə edə bilirik. Hər birinizi gözləyirəm. Gəlin videoya keçək. Bugünkü videoda Telegram kanalında da söz verdiyimin üzərində dünən söz vermişdim ki, şəxsi analiz etdiyim investisiya üçün uğurlu yeni səhm tanıtım edəcəm. Yəni özümün investisiya üçün uğurlu deyəndə özümün yatırım etdiyim şirkəti deyirəm. Yəni fərqi yoxdur uzun müddətli, orta müddətli. Yəni yatırım edirəmsə, bunun tanıtımını edirəm. Və yaxud olur ki, sizin istədiyiniz şirkətlər olur ki, tanıtımını edin deyə siz deməli Telegram kanalında bir post paylaşmışdım. Orada demişdim ki, hansı səhmi istəyirsinizsə o səhmi analizini edə bilərəm. Siz də fikirlərinizi yazmışdınız. O səhmləri də analiz edə bilərəm. Lakin onları analiz edəndə videoda bildirirəm ki, sizin xahişiniz üzərinə həmən səhmləri analiz edirəm. Bugünkü videoda isə öz yatırım etdiyim şirkət haqqında danışacağım. Uber Technology. Yəqin ki, bir çoxumuz bilirik Uber taksilərini. Deməli, taksi xidməti verir insanlara. Avropa mənşəli şirkət olmalı, səhv etmirəmsə. Yox, Amerika mənşəli şirkətdir, səhv dedim. Deməli, amma dünyada tanınır təbii olaraq Avropada, Azərbaycanda belə var. Yəni bir çox ölkələrdə fəaliyyət göstərir Uber Technology və New York birjasında listinq olunur. Belə qiyməti $74-dır. Mən yəni sizlərə çalışdığım qədər son illərdə düşən şirkətləri tanıtım etməyə çalışıram ki, yəni maksimum qiymətində olmasınlar ki, biz bunu alanda yaxşı yerdən alaq ki, qazanc görək təbii olaraq. Yəni durub sizə Nvidia aldırsam, Marvel aldırsam, təpədən 5-10% qalxıb, sonradan 20% düşəndən sonra deyəcəksiniz ki, niyə bu şirkəti məsləhət gördü? Əslində ümumiyyətlə investisiya etdiyim şirkətləri tanıdarkən bunların heç biri yatırım tövsiyəsi deyildir dostlar. Bunlar sadəcə investisiya etdiyim şirkətlərdir. Və niyə investisiya etmişəm? Onun səbəblərini deyirəm. Yəni mən heç kimə yatırım tövsiyəsi verə bilmərəm. Sadəcə yatırım etdiyim şirkətlərə tanıtım edə bilərəm. Deməli, son bir ildə 20% düşüş yaşayıb $100-dan gördüyünüz kimi bu yaxşı haldır. Çünki investisiya üçün yer qalır. Gördüyünüz kimi qazancları artıb, tam gözlənilən olmayıb 2025-ci ilin illik maliyyə hesabatda, lakin artıb. Və birinci rübdədə yaxşı qazanc 3%lik bir səhm başına artıqlıq yaşanıb. Deməli, maliyyə bölümünə keçək. Gördüyünüz kimi burada price to sale 2.86 çox yaxşıdır, yəni normadır, hətta normadan biraz aşağıdır və FK səviyyəsi də 18-dir. Bu da normadır. 20%-dən, daha doğrusu 20x-dən başlayır texnologiya şirkətlər. Yəni Uber də əslində taksi xidməti versə belə hardasa texnologiya şirkətidir. Çünki texnologiya ilə qarışıq şəkildə taksi xidmətidir. Yəni hər hansısa bir maşın alıb taksi xidmətinə buraxan bir şirkət deyil yəni. Bu taksi deməli sürücülərini çatdırılma xidmətlərini birləşdirən şirkətdir. Belə, gəlin təxminlərdən baxaq sürətli şəkildə. $104 hədəfi var ortalama. Bu da müsbət haldır. Təbii olaraq bunu da nəzərə alıb tanıtımını etmişəm. Edirəm daha doğrusu. İllik olaraq artımlar gözlənilir gəlirlərində. Müsbət haldır. Gördüyünüz kimi $52 milyard deməli bir gəlir varsa ümumi 2029-cu ildə $83 milyard. Yəni artan bir gəlir tempi var. Həmçinin 3 aylıqda da artan, daha doğrusu rubli 4 aylıqda da bir artan gəlir tempi var. Hədəfləri də yüksəkdir. Yəni maksimum hədəfi 100% daha çoxdur. Bu müsbət haldır. Gəlin indi deməli qısası deyim, hal-hazırda bu qiymətlərdə mən alış etmişəm. Yəni bu şirkət mənim hardasa orta və uzun müddətli alış deməli portföyümün içindədir. Yəni əsasən bu kimi şirkətləri mən uzun müddətli yatırımda daha çox dəstəkləyirəm və yaxud heç olmasa 50% qazancda dəstəkləyirəm. Yəni bu kimi şirkətlərə belə yatırım edirəm. Yəni hal-hazırdakı qiymətlər alış azdan çoxdan alış qiymətdir. Yəni 70-74 arası səviyyələr alış səviyyələridir. Təbii olaraq sonradan da yatırım edə bilərsiniz. Yəni bazarın halını bilmək olmur. Trump durub çıxıb deyər ki, biz İranla müharibəyə başlayırıq, bazarları çökdürər. Yəni belə hallar da ola bilər. Gəlin bunun deməli fundamental analizini keçək. Uber texnologiya şirkəti
Deməli, Uber'in əsas 3 gəlir mənbəyi var. Mobility, yəni bildiyimiz taksi xidməti, delivery, bu da bildiyimiz Uber Eats-dir, yəni çatdırılma, kuryer xidməti. Freight, yük və logistika xidməti, yəni bildiyimiz yük xidmətidir bu. Əlavə olaraq reklam gəlirləri var, yəni Uber-in tərkibində də bəzi reklam deməli bannerlərdən və s. reklam gəliri qazanır. Abunə sistemi var, Uber Eats-də abunə sistemi var ki, bu abunə sistemi daha ucuza çatdırılma deməli edə bilir və s. Yəni belə bir üstünlükləri var. Həmçinin endirimlər də ola bilir. Və ən böyük katalizator burada robot taksidir dostlar. Təbii robot taksilər sürücülərə ziyan vuracaq. Bir çox adam işsiz qoyacaq. Lakin şirkətləri həddən artıq böyüdəcək. Yəni biz investor olaraq belə şirkətlərə yatırım edərkən robot taksilər, süni intellektlərin inteqrasiyası həmən şirkətləri daha çox yüksək qiymətləndirir və biz daha çox qazanırıq. İnvestisiyalar edilir. Diversifikasiya şirkət əvvəlki illərə görə daha güclü edir. Maliyyə göstərici revenue, yəni ümumi gəliri 53,7 milyard dollardır. Halis gəliri isə 8,5 milyard dollardır. Bu son ilin gəliridir. Gəlin burada da baxaq, görə bir səhvlik yoxdurmu? İllik olaraq burada dəqiqə, burada finansaldan baxaq. Bəli, buradan baxaq. Yox, elə bir səhvlik 52 milyard. 2025-ci ildə burada nə qeyd olunub? 53 milyard. 1-2 milyard fərq var. Ola bilər bu. Free cash flow rekord səviyyələrdə. Yəni naqd ehtiyatı yüksəkdir. Price to sale dediyim kimi aşağıdır. Normal valuationdadır. Yəni normal dəyərdədir. Hətta normaldan biraz aşağıdır. Ona görə də yatırım etmək məntiqlidir hal-hazırda. Güclü tərəfləri şəbəkə effekti var. Yəni bildiyimiz taksi şəbəkə effektidir zaten. Uber və ya kuryer xidməti. Ən böyük üstünlüyü milyonlarla sürücüsü xidmət göstərir Uber'də. 100 milyonlarla istifadəçisi var və dünyanın bir çox ölkəsində var. ABŞ-da var, Avropada var, Asiyada var. Yəni Azərbaycan hardasa Asiyaya aiddir deyə və təkcə Azərbaycan yox, bir çox ölkələrdə də var. Düzdür, Çin və Rusiyada daha yerli tətbiqlər var, amma digər ölkələrdə məşhurdur. Deməli, yəni rəqibin Uber-i əvəz etməsi çətindir. Yəni bir çox istifadəçilər çoxdur deyə istifadəçi. Yeni rəqib gəlməsi biraz sual altındadır. 2025-ci ildə 10 milyard dollar free cash flow yaradıb. Bu müsbət halda Uber Eats-i inkişaf etdirir. Pandemiya dövründə bildiyiniz kimi daha məşhur idi bu kimi xidmətlər. Uber artıq əsas deməli strategiyası bu çevrilib ki, artıq özü avtonom maşına, yəni pul ayırmır, əməkdaşlıq edir. Waymo, Rivian, Lucid və Baidu kimi şirkətlərlə partnyorluq edir ki, onların avtonom maşınlarını alaraq və yaxud bu kimi proqram təminatlarını alaraq deməli, sürücülərə təqdim edərək, nəticədə, daha doğrusu sürücülərə təqdim etmir, yəni maşınlara təqdim edir və nəticədə sürücülər azaldığına görə təbii işsizlik artacaq, lakin biz əsas şirkətin fundamentalına baxırıq. Yəni ki, sürücülər nə qədər azalsa, o qədər xərci aşağı düşəcək, o qədər daha çox gəlir özünə qalacaq və nəticədə şirkət böyüyəcək. Amma bəzi problemlər də var ki, Tesla, Waymo və digər deməli elektromobil şirkətləri deməli bu kimi xidmətləri özlərində də yarada bilərlər və Uber kimi deməli məsələn Bolt da var, amma Bolt haqqında danışmırıq, Uber haqqında danışırıq. Uber kimi şirkətlərə problemlər yarada bilər robot taksi. Çünki məsələn Tesla'nın büdcəsi daha yüksəkdir Uberə baxanda. Ona görə hardasa güclü reklam büdcəsi qura bilər. Lakin Uber'in hal-hazırda gələcəyi parlaqdır yenə də. Çünki bir çox ölkələrdə deməli fəaliyyət göstərir, milyonlarla sürücü və milyonlarla müştərisi var. Əsas rəqibləri gəlirli şirkətdir, böyüməyə davam edir, marjinləri artırır, satış başına səviyyəsi 18-20-dir, bu yaxşıdır. Əgər robot taksi idarə olunsa və gəlir 15-20% böyüməyə davam etsə, sənin uzun müddətli perspektivdə yüksələn trenddədir. Fundamental nəticə gördüyünüz kimi yazılıb, güclü marka şəbəkə effekti, cash flow artımı, delivery, mobility, diversifikasiyası və robot taksi partnyorluqları. Yəni bu kimi deməli faktorlardan şirkətin gələcəyi müsbətdir və şirkət 5 il sonra, 10 il sonra belə indiki səviyyələrdə gəlir artırmağa davam edəcəksə, indiki səviyyələrdən qat-qat yüksəkdə ola bilər sənin dəyər. Bugünkü videomuz bu qədər dostlar. Ümid edirəm maraqlı oldu. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.